Bir daha sabahınız xeyir olsun, hörmətli izləyicilər. İdman səhər davam eləyir. Bugün biz Azərbaycanda inkişafda o qədər də irəli getməyən idman növlərindən danışırıq ki, həmin idman növlərinin hansını inkişaf etdirmək daha məqsədə uyğun olar, bizim ölkəmiz üçün, gənclərimiz üçün daha əlverişli olar. Fikirlərinizi yazın, göndərin. Biraz əvvəl, ekranlardan əvvəl maraqlı bir məqamdan, məsələdən danışdıq. Judo üzrə Azərbaycanda özəl fəaliyyət göstərən məktəblərin sayı 227-dir. Bu, həqiqətən də federasiyanın lisensiya alıb fəaliyyət göstərən məktəblərdən söhbət gedir. Və mən sizə məlumat verdim, söz vermişdim ki, tamaşaçılara kiçik araşdırma aparacağım və Braziliya jiu-jitsu üzrə Azərbaycanda özəl şəkildə fəaliyyət göstərən cəmi 6 zal var, 6 məktəb var. O ki qaldı kapoeiraya, kapoeirada zalların sayı daha azdır. 4 zal cəmi fəaliyyət göstərir ölkəmizdə və bunların 4-ü də paytaxt Bakıdadır. Yəni, mən məsələn, Bərdədə yaşayıramsa, mən kapoeira ilə məşğul olmaq istəyirəmsə, mən məcbur Bakıya gəlməliyəm. Bu, həqiqətən də ciddi bir problemdir. Və daha bir Azərbaycanda məşğulluq səviyyəsinə görə judo, güləş və digər o yüksək inkişaf etmiş idman növlərindən geri qalan bir idman növü daha var. Bu, əsasən biz filmlərdə izləmişik. Steven Seagal'ın filmlərində söhbət Aikido'dan gedir. Əlbəttə ki, Aikido daha çox müdafiə idman növü hesab olunur, müdafiə sənətidir. Beləliklə, bu idman növünü Azərbaycanı təbliğ edən şəxslərdən biri, Beynəlxalq Real Aikido Federasiyasının vitse-prezidenti Fariz Abdullayev həmlə bağlantıdadır. Fariz bəy, sabahınız xeyir olsun. Salam, sabahınız xeyir. Hər birinizə uğurlar arzu edirəm. Çox sağ olun, sizdə xoş gün arzu edirik. Fariz bəy, neçə ildir ümumiyyətlə bu idman növü ilə məşğulsuz, neçə ildir federasiya ümumiyyətlə fəaliyyət göstərir? Ətraflı məlumatı istəyirəm, elə birbaşa özünüz verəsiniz. Əlbəttə, mən 2001-ci ildən artıq Real Aikido idman növü ilə məşğulam. Bu artıq 26 il eləyir. Və 2013-cü ildən isə Azərbaycan Real Aikido İdman Klubu Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır və o vaxtdan bura fəaliyyət göstəririk. 13 yaşımız olacaq inşallah və bu 13 il ərzində artıq bizim öz şəxsi təşəbbüsümüzlə, şəxsi güclərimizlə belə deyək, 11 filialımız fəaliyyətdədir Bakı və Sumqayıt ərazisində və inşallah ki, yaxın gələcəkdə daha bir neçə klub da atmağı düşünürük. Bizim idman növündə biraz klubların açılması, biraz fəaliyyətimizin böyüməsi, biraz ləng baş verən prosesdir. Bunun bir neçə səbəbi var. Birinci səbəb onunla bağlıdır ki, bu qeyri-olimpiya sahəsinə aid olan bir idman növüdür. Bəli. Ondan da başqa, burada ustaların, idman ustalarının yetişməsi üçün minimal müddət 5-6 il tələb olunur və 5-6 il ərzində birinci dan qarakəmər ustalığına gəlib çata bilir, sonra Beynəlxalq Federasiyaya həm nəzərə, həm fiziki imtahanlar verilir və s. Bundan sonra məşqçi adını ala bilir. Məşqçi adını aldıqdan sonra isə artıq klub açmasına icazə verir. Bəli, Beynəlxalq Federasiyanın icazəsi ilə. Siz neçə il sonra artıq məşqçiliyə başlamışsınız? Şəxsi təcrübəniz necədir? Şəxsi təcrübəm 2008-ci ildə mən məşqçi kimi fəaliyyət bu idmanla məşğul olandan sonra artıq... Bəli, 7-8 il məşğul olduqdan sonra birinci dan qarakəmər ustası dərəcəsini aldım 2008-ci ildə və 2008-dən 2010-cu ilə qədər artıq mən fəaliyyətdə oldum. 2010-2011-ci illərdə həqiqi hərbi xidmətdə oldum. 2011-ci ildən sonra isə artıq mütəmadi olaraq, fasiləsiz olaraq məşqçiliklə məşğulam və hal-hazırda da baş məşqçi vəzifəsindəyim. Eyni zamanda da Azərbaycan Real Aikido İdman Klubunun da həm təsisçisiyəm, həm də rəhbəriyəm Azərbaycanda. Fariz bəy, keçək sizin tələbələrə. Yəni, uğurlar arzu edirəm sizin kluba, federasiyaya, əlbəttə ki, böyük işlər görmüşsünüz qısa müddət ərzində. Arkada uşaqlar var və bir belə kadrlarda təqdim edirik tamaşaçılara. Əsasən hansı yaş qrupları müraciət eləyir və yaxud etməlidir bu idman növünə? Maraqlı sualdır. Format olaraq bizim idmanın yaş məhdudiyyəti yoxdur. 4 yaşdan 74 yaşa qədər hər kəs məşğul ola bilər. Yəni, həqiqətən bir nənə gəlib Aikido ilə məşğul ola bilər də, yəni bir 60 yaşlı nənə. Bəli, istənilən şəxs məşğul ola bilər. Hətta mən sizə faktlardan deyim, bizdə hal-hazırda 4 yaşdan tələbələr var. Bu faktdır. Uşaqlar çoxdur, bu da aydındır. Və hətta 70 yaşlı, tanımlı, bəyli, belə deyim, idmançılarımız var. Hansı ki, biri var, ömrü boyu məşğul olublar, indi də davam edirlər. Yox.
Bu insanlar demək olar ki 60 yaşa qədər, 65 yaşa qədər ümumiyyətlə heç məşğul olmayıblar. İndi başlayıblar Aikido ilə, belə deyək, real Aikido ilə məşğul olmağa. Və Nə bundan da onları başqa vadar eləyib belə Aikidonu seçməyə? Bu çox barədə soruşmusunuzmu? Niyə 60 il, bu da 70 il maraqlıdır. oturub birdən-birə mən Aikido ilə məşğul olmaq istəyirəm? Bu da maraqlı sualdır. Çoxsu belə deyək, dediklərinə görə Azərbaycanda o vaxtlar bu idman növləri çox yayılmadığı üçün və xüsusən də Aikido idman növü az zəif inkişaf etdiyi üçün ürəklərində qalan bir arzu kimi bunu həyata keçirdirlər və uşaqlıqda elə bilməsələr də bunu, gənclikdə elə bilməsələr də yaşlı vaxtlarında bu arzularını həyata keçirməyə çalışırlar. Bir səbəb budur. İkinci səbəb bizim sosial şəbəkədə biraz çox aktiv olmağımızdır. Baxmayaraq ki, biz heç bir yerdən nə maliyyələşir, nə bir şey. Hal-hazırda öz gücümüzə bacardığımız təbliğatları eləyirik, ödənişsiz seminarlar təşkil eləyirik. Bir sözlə daim gündəmdə olmağa çalışırıq və bunun da nəticəsində hətta yaşlı insanlar belə bizi tapa bilir. Və bir dənə də maraqlı fakt deyim bizim təşkilat haqqında. Bizdə xanımların çoxluğu müşahidə olunur. Harada seminar versək, harada təlim keçsək, xanımların çoxluğu o dəqiqə diqqətdən qaçmır və hər kəs bizə deyir ki, sizin təşkilatda həqiqətən də xanım idmançılar çoxdur. Hətta 15 martda yaxın keçmişdə Respublika daxili 4-cü zərif güclülər seminarı keçirildi və orada artıq 50 idmançı xanım iştirak etdi. Sırf xanımlara məxsus özünü müdafiə təlimi idi ki, bu da adət olaraq artıq hər il mart ayında 8 mart münasibəti ilə xanımlarımıza hədiyyə olur. Fariz bəy, o düzdür ki, Aikidoda fiziki gücə ehtiyac yoxdur. Yəni ona görə hər bir şəxs, elə biraz əvvəl siz qeyd elədiniz ki, yaşlı nəsil nümayəndələr də gəliblər, müraciət edirlər. Hər bir kəs, o 4 yaşda heç bir gücü olmayan uşaq və yaxud da 65-70 yaşda artıq o gücdən düşmüş bir kişi və qadın deyək, o belə gəlib Aikidoda nələrsə nail ola bilər, düzdür? Bəli, tam haqlısınız. Burada balaca bir nüansı qeyd edeyim. Ümumiyyətlə Aikido haqqında danışılanda Aikidonun 50-dən çox istiqaməti var dünya üzrə. Bizim təmsil elədiyimiz real Aikidodur və real Aikido, Jiu-Jitsu, Judo və bir sıra döyüş növlərinin sintezindən yaranmış bir hibrid bir sistemdir. Və real Aikidoda xüsusən güc tələb olunmasa da, digər Aikido stillərinə nisbətdə burada fiziki dayanıqlıq və dinamika yüksək hal təşkil edir. Çünki bizim metodikamız, həm fiziki məşqlərimiz falan hamısı vadar edir ki, idmançılarımız həm qüvvətli olsun, həm cəld dinamik olsunlar. Amma burada ən əsas məsələ siz dediyiniz kimi texnikalardır, özünü müdafiə texnikalardır. Hansı ki, bir tək bir barmaqdan, bir biləyin bir nöqtəsindən, dirsəkdən ağır vermə vasitəsilə və yaxud da hər hansı bir bədəndə olan zəif nöqtələrdə tutmaq vasitəsilə biz rəqib ram edə bilirik və bunun da hesabına belə deyək, qələbə əldə edə bilirik və real Aikido özünü müdafiə sənəti öz gözəlliyini orada göstərmiş olur. Yəni burada xüsusi fiziki gücə ehtiyac yoxdur. Fiziki gücün əlavə olması zaten bu davamlı mütəmadi məşqlərdə olan insanlar üçün hər bir idman növü insana hansı bədən şəkli verirsə, Aikidonun da xüsusi əzələ qrupları falan var. Onlar əlbəttə möhkəmlənir, dayanıqlı olur və güclü olur. Xüsusən də bu belə hissələr Aikidoçularda, real Aikidoda xüsusən daha möhkəm olur. Çünki ən çox məşq elədiyim hissələr bunlar deyir. Ona görə də siz demiş, texnika daha çox nəzərə çarpır, nəinki fiziki güc. Çox təşəkkürlər Fariz bəy. Uğurlar arzu edirəm sizin kluba, bütün idmançılarınıza. Yəni bu qədər qısa müddətə həqiqətən böyük yol qət etmişsiniz və inkişaf etməyə davam edirsiniz və bu idman növünü yaymağa davam edirsiniz. Bəlkə də gələcəkdə nə vaxtsa Aikido da olimpiya idman növlərinin daxilində olar. Çünki bu həqiqətən də bir sənətdir, bu sadəcə idman növü deyil. Biz bunu, mən biraz əvvəl də qeyd elədim, Steven Seagal'ın filmlərindən görmüşük. Elə bəlkə də həmin o yaşlı sizin tələbələr Steven Seagal'a baxa-baxa ömrü boyu həvəsli olublar bu idman növünə. Mən son olaraq onu da qeyd edeyim ki, həqiqətən Steven Seagal böyük bir motivasiya olub Aikido dünyasına və mən də onun filmlərindən böyümüşəm, onun Niko vaxtlarından belə deyək böyümüşəm və hətta mənim üçün çox qürur verici bir məqam oldu ki, Steven Seagal öz Facebook platformasında bir neçə il öncə mənim nümunəvi çıxışımı, Aikido üzrə elədiyim çıxışı paylaşmışdı. Ondan sonra Bakıya gəldikdə biz onunla görüşdük. Bu barədə bizim xatirə şəklimiz də var. Belə bir maraqlı bir görüşümüz ondan baş tutdu. Çox güzel. Mən onu qeyd eləmək istəyirəm ki, Bakıya da gəlmişdi Steven Seagal. Çox təşəkkürlər bir daha. Fariz bəy, uğurlar sizə. Sağ olun, var olun, uğurlar. Sağ olun.
Hörmətli izləyicilər, bizimlə bağlantıda Beynəlxalq Real Aikido Federasiyasının vitse-prezidenti Fariz Abdullayev idi. O da qeyd elədi ki, 11 məktəb var, 11 Real Aikido klubu var və bu klubların sayı getdikcə artır, əlbəttə çətindir. Çünki özü də məsələn vurğuladı ki, 7 il məşğul olduqdan sonra artıq məşqçiliyə başlayıb. Əlbəttə sən məşqçiliyə başlayan kimi klub aça bilmirsən. Bunun üçün tələbə lazımdır ki, tələbələrin sayı o qədər artmalıdır ki, sən artıq müəyyən özəl məktəb açasan, yəni klub açasan və artıq orada keçməyə başlayasan məşqləri. Maliyyələşmə özləri tərəfindən aparılır, yəni bu tələbələrin ödənişləri vasitəsilə müəyyən büdcə formalaşdırmağa çalışırlar. Ən azından inkişaf var, bu isə öz-özlüyündə sevindirici haldır.